Salam əziz tərbiyəçi müəllimlər. Bugün keçirilən qiymətləndirmə ilə bağlı istədim ki, video qayd şəklində 25 suallıq sınağı müzakirə edək və müəllimlər üçün də cavablar daha aydın olsun. Birinci suala baxaq. Birinci sualda deyir ki, tərbiyəçi müəllim 4-5 yaş qrupu ilə açıq havada hərəkətli oyun keçirir. Oyun zamanı iki uşaq tullanarkən yıxılmaqdan qorxur və oyundan uzaqlaşmaq istəyir. Tərbiyəçi müəllimin həm təhlükəsizliyini təmin etmək, həm də uşaqların özünə inamını qorumaq üçün verəcəyi doğru qərar hansıdır? A. Maneələr arasındakı məsafəni azaldaraq oyunun sadələşdirilmiş versiyasını təklif edir. B. Oyunu dayandırmaq bütün uşaqları başqa fəaliyyətə yönləndirir. Xeyr, bir dəfəlik oyunu dayandırmaq olmaz. B çıxdı. C. Uşaqlarda qorxunu aradan qaldırmaq məqsədi ilə onları oyuna qoşulmağa məcbur edir. Məcbur etmək qətiyyən olmaz. C də çıxdı. D. Qorxan uşaqları müşahidəçi roluna keçirir və onların yerinə başqa uşaqlar seçir. Başqa uşaqları seçmək olmaz. D. Y. Oyun zamanı uşaqlara daha sürətli tullanmağı tapşırır. Y də çıxdı. Ona görə burada bizim düzgün cavabımız A variantıdır. Keçdi ikinci suala. İkinci sualda deyir ki, tərbiyəçi müəllim açıq hava fəaliyyətində uşaqlara ağacın aşağı budağına dırmaşmaq imkanı yaradır. Bir valideyn bu fəaliyyəti təhlükəli hesab edir və narazılıq bildirir. Bu vəziyyətdə tərbiyəçi müəllimin peşəkar yanaşması hansı olmalıdır? A. Valideynin etirazını nəzərə alaraq fəaliyyəti tamamilə ləğv edir. Xeyr, fəaliyyəti tamamilə ləğv etmək düzgün deyil. B. Valideynin narahatlığını nəzərə almadan fəaliyyətə davam edir. Xeyr, təbii ki, valideynlər bizim üçün çox önəmlidir. Onların fikirləri hər zaman bizim üçün önəmli olmalıdır. C. Riskin idarə olunması və təhlükəsizlik tədbirləri barədə valideyni öncədən məlumatlandırır. Bəli, bu variantımız düzgündür. Çünki təhlükəsiz tədbirləri barədə valideyni öncə məlumatlandırmaq lazımdır ki, valideyn məlumatlı olsun və belə deyim də narahatlığı bir qədər keçsin. Çünki kiçik yaşlı uşaqlardır və təbii olaraq valideynlər narahat olurlar. Amma həmin o tədbirlər barədə valideyni öncədən məlumatlandırdıqda valideyn bir qədər rahat olur. Ona görə burada düzgün cavabımız C variantıdır. D-yə baxaq. D-də deyir valideynlərə fəaliyyətin vacibliyini sübut etməyə çalışır. Xeyr, bu da yanlışdır. Y fəaliyyəti yalnız daha cəsarətli və valideynləri etiraz etməyə uşaqlar üçün təşkil edir. Xeyr, yalnız cəsarətli uşaqlarla keçirsəm digər uşaqlar fəaliyyətdən geri qalmış olar. Y variantı da burada səhvdir. C variantı oldu doğru variantımız. 3-ə baxaq. Tərbiyəçi müəllim meyvələr mövzusunu planlaşdırarkən uşaqlara meyvələrin rəsmlərini çəkdirir, sayma tapşırığı verir və meyvələrin dadı haqqında onları danışdırır. Bu planlaşdırma nümunəsi verilənlərdən hansını əks etdirir? A. Xronoloji ardıcılıq. B. İnkişaf sahələri arasında inteqrasiya. C. Sosial-emosional inkişaf sahəsi daxilində inteqrasiya. D. Mövzu üzrə diaqnostik qiymətləndirmə. Y. Differensial təlim strategiyası. Baxan kimi, baxın, meyvələr deyir mövzusunu planlaşdırarkən uşaqlara meyvələrin rəsmlərini çəkdirir. Rəsm varsa burada nə var? Estetik yaradıcı. Sayma varsa nə var burada? İdrak, meyvələrin dadı haqqında onları danışdırır. Eyni zamanda uşaqların burada nitqi inkişaf edir. Baxın, inkişaf sahələri arasında inteqrasiya baş verir. Ona görə də burada düzgün cavabımız B variantıdır. 4. Müəllim plan hazırlayarkən məşğələlərdə istifadə ediləcək təlim üsulları, resurslar və iş formalarını müəyyən edir. Bu hansı növ planlaşdırmaya aiddir? A. Strateji, B. İllik, C. Perspektiv, D. Həftəlik, G. Diaqnostik. Baxırıq, təlim üsullardır, resurslardır, iş formalardır, hansına aiddir? Təbii ki, həftəlik planlaşdırmaya cavab D variantı. 5. Tərbiyəçi müəllim portfolyoda uşağın fəaliyyəti ilə bağlı onun ən yaxşı işlərini deyil, hər hansı bir mövzu və ya fəaliyyətlə bağlı bütün iş nümunələrini saxlayır. Tərbiyəçi müəllim bunu hansı məqsədlə edir? A. Uşağın yalnız uğurlu nəticələrini göstərmək məqsədi ilə. Xeyr, yalnız uğurlu nəticəyə köklənməməliyik. Daha sonra gəlir B. Uşağın inkişaf prosesi və irəliləyişini izləmək məqsədi ilə. C-yə baxaq. C. Portfolyonu vizual olaraq daha cəlbedici etmək məqsədi ilə. Xeyr, məqsədimiz portfolyo daha cəlbedici olsun deyə deyil.
D. Uşaqlar arasında müqayisə aparmaq istədiyilə. Uşaqlar arasında müqayisə aparmaq olmaz. Y. Keçilən fəaliyyətləri valideynlərə bildirmək məqsədilə. Demək, burada ən doğru variantımız bizim B variantıdır. Deyir ki, uşağın inkişaf prosesini və irəliləyişini izləmək məqsədilə. Keçdik 6. 6 tərbiyəçi müəllim açıq havada uşaqlarla daşları sayıb və qruplaşdır fəaliyyəti təşkil edir. Uşaqlardan müxtəlif ölçülü daşları saymaq və ölçüsünə görə qruplaşdırmaq tələb olunur. Bəzi uşaqlar daşları toplamaqda kifayətlənir, amma onları qruplaşdıra bilmir. Tərbiyəçi müəllimin doğru yanaşması verilənlərdən hansıdır? A. Uşaqlara daşları sərbəst oynamağa icazə verir. B. Daşlardan istifadəni dayandıraraq başqa fəaliyyətə keçir. C. Riyazi tapşırığı yalnız bacaran uşaqlarla davam etdirir. D. Fəaliyyəti yalnız müşahidə xarakterli edir. Y. Əvvəlcə tapşırığın birinci hissəsinə, sonra növbəti hissəsinə diqqət yönəldir. Bəli, əvvəlcə tapşırığın birinci hissəsi olmalıdır ki, daha sonra uşaqlar növbəti hissəyə keçəndə fikirləri dağılmasın, daha maraqlı həmin fəaliyyəti etmək istəsinlər. Doğru variantımız burada Y variantıdır. 7-yə baxaq. Tərbiyəçi müəllim açıq hava oyunları zamanı uşaqların nitqini inkişaf etdirmək məqsədilə müxtəlif suallar verir. Aşağıdakı suallardan hansılar daha məqsədə uyğundur? 1. Səncə bu yarpağın rəngi niyə dəyişib? Baxın, açıq sualdır. Burada uşaqlar belə deyim də, danışdıqca elə danışacaq. Sadəcə bir fikir səsləndirməyəcək. Digər, belə deyim də, bir çox fikirlər səsləndirə bilər. Ona görə də burada uşaqların bu sualla nitqləri bəli inkişaf edə bilər. İkinci suala baxaq. Bu nədir? Burada uşaqdan soruşsaq ki, bu nədir? Sadəcə ona bir cavab verəcək və burada uşağın nitqi inkişaf etməyəcək. Yəni, qapalı sualdır, belə deyək. 2-ni çıxdıq. 3-ə baxaq. Bu yarpaq digər yarpaqlardan nə ilə fərqlənir? Açıq sualdır. 3-ü götürdük. 1, 3. Daha sonra 4-ə baxaq. Yarpağı yerdən götürə bilərsən. Sadəcə sual veririk. Uşaq ona ya bəli deyəcək, ya da xeyir deyəcək. 4-ü də çıxırıq. 5-ə baxaq. Bu yarpağı hardan tapdın və necə təsvir edərdin? Bu da açıq sualdır. Uşaqların nitqi inkişaf edəcək. Burada 1, 3, 5. Cavab B variantıdır. Daha sonra 8. Aşağıdakılardan hansı fəaliyyətlər arası keçidlərin səmərəli təşkili üçün istifadə olunan üsullardan biridir? A. Uşaqlara xəbərdarlıq etmədən dərhal yeni fəaliyyətlə başlamaq. B. Yüksək səslə istiqamət vermək və keçidləri plansız təşkil etmək. C. Şəkil, musiqi, zəng və ya əl çalmaq kimi siqnallardan istifadə etmək. D. Bir fəaliyyətdən digərlərini keçərkən uşaqların sərbəstliyinə mane olmamaq. Y. Uşaqları sıraya düzərək növbəti fəaliyyətin nə olduğunu izah etmək. Burada isə cavabımız C variantıdır. Şəkil, musiqi, zəng və ya əl çalmaq kimi siqnallardan istifadə edərək biz digər üsullara keçid edə bilərik. Daha sonra gəlir 9. 9-da nəfəs al 1, 2, 3, 4, nəfəs ver 1, 2, 3, 4, 5 nümunəsi əsasən hansı məqsədə xidmət edir? A. Uşaqlarda çevikliyi və sürətli qaçma bacarığını inkişaf etdirməyə. B. Uşaqlarda özünü tənzimləmə və sakitləşmə bacarığını gücləndirməyə. C. Uşaqlarda müstəqil yaradıcılıq, rəsm, musiqi və sair qabiliyyətinin formalaşmasına. D. Uşaqlarda uzun müddət nəfəsi saxlama bacarığını inkişaf etdirməyə. Y. Uşaqların fiziki mədəniyyət məşğələsi zamanı verilən istiqaməti doğru müəyyənləşdirməsinə. Təbii ki, burada ən doğru cavabımız uşaqlarda özünü tənzimləmə və sakitləşmə bacarığını gücləndirmə olmalıdır. Cavab B variantıdır. Ona baxaq. Onda sərbəst fəaliyyət zamanı tərbiyəçi müəllimin əsas rolu nədən ibarətdir? A. Uşağın fəaliyyətini tam idarə etmək və bütün qərarları onun yerinə yetirmək. Xeyr, bütün qərarları mən uşağın yerinə görə yerinə yetirə bilmərəm. Daha sonra B. Uşağın fəaliyyətində əsasən səhvləri izləmək və onları daim qeyd etmək. Xeyr, səhvlərə yönəlməməliyəm həmişə. Uşağın çünki mən necə deyim, doğru qərarlarına da yönəlməliyəm. Sırf həmişə səhvləri izləmək doğru deyil. Burada B də çıxdı. C. Uşağı müşahidə etmək, təhlükəsizliyi qorumaq və fəaliyyəti suallarla dəstəkləmək.
Qeyd edir, fəaliyyət zamanı uşağa nəzarət etmədən onu tam sərbəst buraxmaq, xeyr, nəzarət etməliyik təbii ki. Təhlükəsizliyi təmin etmək üçün uşaqları ancaq oturaq fəaliyyətə yönəltmək, bu da səhvdir. Ümumiyyətlə müəllimələr, yadınızda saxlayın ki, əgər cümlələrdə ancaqdır, yalnızdır, lakindir, yəni bu sözlər işlənəndə bilin ki, o testdə nəsə bir, belə deyim də, əmma var. O 99% həmişə səhv olur. Ancaq, yalnız, sırf bu olmalıdır. Yəni, belə cümlələrdən görsəz ki, cümlə ancaqdan, lakindən başlayır, bilin ki, burada nəsə yanlışlıq var. Burada deməli, düzgün cavabımız bizim C variantıdır. C-də deyir ki, uşağı müşahidə etmək, təhlükəsizliyi qorumaq və fəaliyyəti suallarla dəstəkləməkdir. 11-ə baxaq. Tərbiyəçi müəllim sərbəst oyun zamanı uşaqları müşahidə edir, bir müddət sonra fəaliyyət dəyişməli və uşaqlar masa arxasına rəsm tapşırığına keçid etməlidirlər. Lakin bir neçə uşaq oyunu dayandırmaq istəmir, biri narahat olur, digəri isə oyuncaqları toplamaqdan imtina edir. Bu vəziyyətdə müəllimin uyğun addımı hansıdır? Deməli, oyunu dərhal dayandırmaq, uşaqlardan oyuncaqları yerinə qoyaraq yeni fəaliyyətə keçmələrini təmin etmək. B. Oyuncaqları tərbiyəçi müəllim özü yığışdırıb zaman itirmədən yeni tapşırığa keçid etmək. C. Keçid siqnalı vermək, uşaqlara qısa vaxt xəbərdarlığı etmək və oyunu tamamlayıb uşaqları növbəti fəaliyyətə yönləndirmək. Bəli, burada doğru cavabımız C variantıdır. 12. 1-2 yaşlı uşaqlar üçün hansı fəaliyyət daha uyğun hesab olunur? Təbii ki, sensor fəaliyyət, D variantı. 13. Açıq hava oyunlarını planlaşdırarkən təhlükəsizlik tədbirlərinin götürülməsi verilənlərdən hansına səbəb ola bilər? Təbii ki, uşaqların zədələnməsinə səbəb ola bilər, A variantıdır. Görün, necə rahat suallardır. 14. Açıq hava oyunlarının uşaqların idraki inkişafına təsirini müəyyənləşdirin. Burada müəllimlər çoxsu çaşıblar, 1, 2, 3 götürüblər. Açıq hava oyunlarının uşaqların inkişafına düzdür, təsirinin xüsusiyyətləridir bunların hamısı. Amma burada bizdə idraki istəyir axı. İdraki istəyirsə, mən piylənmədir, əməkdaşlıqdır, stressdir, necə götürə bilərəm? İdraki aid olan xüsusiyyətləri götürməliyəm də, düzdürmü? İdraki aid olan xüsusiyyətlərdə də burada 5, 6, bir də 8-də. 5-də öyrənməni stimullaşdırır, 6 tədqiqat bacarığı, 8 isə yaradıcılığı stimullaşdırır. 15. İnteqrasiya anlayışı nəyi ifadə edir? Təbii ki, inkişaf sahələrinin əlaqələndirilməsi B variantı. 16. Aşağıdakılardan hansı inkişaf sahələri daxilində inteqrasiya nümunəsidir? Nitq inkişafı və məntiqi təfəkkürün birləşdirilməsi, bəli, bunlar eyni inkişaf sahəsi daxilində olduğu üçün cavab burada A variantıdır. 17. Uşağın sağlamlığı yaxşıdır kimi meyar nümunələri niyə yanlış hesab edilir? Yanlış hesab edilir çünki ölçülə bilməyən meyar olduğu üçün B variantıdır. 18. Tərbiyəçi müəllim fəaliyyətlər arası keçid zamanı indi oyunu bitiririk çünki maraqlı və yeni fəaliyyət başlayacaq. Maraq varsa mütləq burada nə olmalıdır? Motivasiya olmalıdır və keçidlərdən hansına aid edirik? Motivasiya edici keçidə, Y variantı. 19. Tərbiyəçi müəllim valideynlərlə əməkdaşlıqda yalnız məlumat verir, amma onları prosesə cəlb etmir. Bu nəyə gətirib çıxarır? Ümumiyyətlə bu sualımız biraz müzakirə belə deyim də, müzakirəyə səbəb oldu. Hər bir belə deyim, təlimçi bir variant götürüb. Mən də burada Y variantı götürmüşəm. Nəyə görə Y variantı götürmüşəm? Çünki deyək ki, tərbiyəçi müəllim valideynlərlə əməkdaşlıqda yalnız məlumat verir, amma onları prosesə cəlb etmir. Hansı prosesə? Təbii ki, uşaqların belə deyim də fəaliyyət, hər hansı bir fəaliyyətlə məşğul olduğu bir prosesi cəlb etmir də. Yəni, burada uşaqların inkişafından söhbət gedir. Mən uşaqların inkişafı haqqında, belə deyim də, valideynə məlumat verirəm, amma heç bir zaman prosesi cəlb etmirəm. Burada uşaqlarda deyirəm, valideynlərdən nə yaranır? Rəyləri anlamaqda çətinlik çəkirlər. Yəni, mən məlumat verdim, prosesdə iştirak etməyib, baxın, necə olaraq tam anlasın. Ən azından gəlib bir-iki dəfə prosesdə belə deyim də, iştirak etməlidir ki, uşaq haqqında verdiyim məlumat da valideyn üçün tam aydın ola bilsin.
Y variantı 20. Valideynlə tərbiyəçi müəllim arasında bir müddətdir ki, fikir ayrılığı davam edir və razılıq əldə olunmur. Tərbiyəçi müəllimin növbəti addımı nə olmalıdır? Burada çox müəllimin götürdüyü variant A variantıdır, amma A variantı yanlışdır. Nəyə görə? Çünki baxın, burada deyilir ki, bir müddətdir ki, fikir ayrılığı davam edir. Artıq nə qədər müddətdir bilinmir, amma bir müddət, yəni artıq bu bir ayda ola bilər, nə bilim 10 gündə, 15 gündə, axırı ki, yəni valideynlə tərbiyəçi müəllim ortaq bir qərara gələ bilmir. Biz həmişə də valideynlərlə əməkdaşlıqda qeyd edirik ki, yaxşı olar ki, valideynlə tərbiyəçi müəllim ortaq bir qərara gələ bilsinlər. Amma burada qeyd edir ki, gələ bilmirlər də. Gələ bilmirlərsə, mütləq ora üçüncü tərəf lazımdır. Yəni tərbiyəçi müəllim üçüncü tərəfi, rəhbər və mütəxəssisi cəlb etməlidir. Gəlir 21. 21 sıralama bacarığının uşaqların nitq inkişafına təsiri haqqında hansı fikir doğrudur? Deməli, nitq inkişafı deyirsə, burada bizim cavabımız C olacaq. Cümlə qurmağı və hekayə danışmağı inkişaf etdirir. 22. Uşaqlarda hadisələrin səbəb-nəticə ardıcıllığını izləmək bacarığını formalaşdırmaq üçün tərbiyəçi müəllim onları necə istiqamətləndirir? Səbəb-nəticə varsa, burada doğru variantımız Y variantıdır. Çünki əvvəl nə etdin, sonra nə oldu? Yəni səbəbin, nəticəsini öyrənməyə çalışdığım üçün bu suallardan istifadə edirəm. 23. Açıq hava oyununda hansı yarpaq böyükdür? Sualı hansı bacarığı inkişaf etdirir? Təbii ki, müqayisə bacarığını. Burada da B variantıdır. 24. Tərbiyəçi müəllimin sualları uşaqları yalnız bəli, xeyir cavab variantlarına təhrik edir. Aşağıdakı fikirlərdən hansı doğrudur? Bəli, xeyirdirsə, deməli ki, bu qapalı sualdır. Qapalı sualda nitq inkişaf və düşünməni məhdudlaşdırır. Ona görə düzgün cavabımız C variantıdır. 25-də isə sərbəst fəaliyyət zamanı tərbiyəçi müəllimin həddindən artıq müdaxiləsi hansı nəticəyə gətirib çıxarır? Təbii ki, uşağın müstəqilliyinin azalmasına, yəni A variantıdır. Görürsünüz müəllimələr, çox rahat sualdır. Düşünürəm ki, yəni müəllimlərimiz o qədər də çətinlik çəkməz. Bu suallarda mən də istədim video izahını çəkim ki, digər müəllimlər üçün də aydın olsun cavablar. Ümid edirəm ki, faydalı oldu sizlər üçün də. İndi isə izahı yekunlaşdırıram. Sağ olun.